Frazeoloji birləşmələrə aid izahlara davam edirik. Frazeoloji birləşmələrdə 3 məqama diqqətli olmaq lazımdır. Birinci, həm həqiqi, həm məcazi mənada işlənən birləşmələr. Əgər birləşmə bir mənası həqiqi, bir mənası məcazidirsə, o amonim olmur, amonim sayılmayacaq. Məsələn, yola düşmək, yoldan çıxmaq, burnun ucu göynəmək, meydan sulamaq və s. Yəni, bunların bir mənası həqiqidir. Burun ucu həqiqətən göynəyə bilər, nəysə yoldan həqiqətən çıxa bilər, nəysə yola həqiqətən düşə bilər və deməli, bu ikinci məna həqiqidir, orada iş həqiqətən görülür, artıq o amonim sayılmayacaq. İkinci məqam, frazeoloji birləşmələrin amonimi, sinonimi, antonimi də hamısı frazeoloji birləşmə olmalıdır. Yəni, hansısa bir söz, deməli, frazeoloji birləşmənin amonimi sayıla bilməz və yaxud sinonimi və yaxud da antonimi sayıla bilməz. Məsələn, yorulmaq sözü nəfəsi kəsilmək sözünün mənasıdır, amma sinonimi deyil. Yəni, əgər nəfəsi kəsilmək frazeoloji birləşməsinin sinonimi soruşulursa, orada artıq yorulmaq sözün onun sinonimi kimi götürmək olmaz, eləcə də antonim də onun kimi. Və üçüncü məqam. Bir söz və olmaq, etmək, eləmək sözlərin iştirakı ilə yaranan tərkibi feillər heç vaxt deməli frazeoloji birləşmələrin nə sinonimi, nə antonimi ola bilməz. Çünki onlar artıq birləşmə deyil. Və birləşmə olmadığına görə də ən çox burada olmaq, etmək tərkibli sözlər çətinlik yaradır. Çünki onlar iki sözdən ibarət olduğuna görə birləşməyə oxşuyurlar, çaşdırıcı olur. Amma yada salmaq lazımdır ki, orada olmaq, etmək məcazi yox, köməkçi feil və köməkçi feillər məcazilik yaratmır. Ona görə deməli, frazeoloji birləşmələrdə sinonim və antonim soruşulanda təkcə məniyə fikir vermək lazım deyil. Məna ilə bərabər həm də o qarşılıq mütləq özü məcazi mənada frazeoloji birləşmə olmalıdır. Onun da iki şərti var. Ən az iki sözdən ibarət olmalıdır və məcazi mənada olmalıdır. Beləliklə, frazeoloji birləşmələrdə deməli, ümumilikdə yadda saxlamaq lazımdır ki, sinonimlik və antonimlik, eləcə də amonimlikdən söhbət gedirsə, bütün qarşılıqlar ancaq yenə də frazeoloji birləşmə olmalıdır.